Bu həftə sadəcə Azərbaycanla bağlı həftə olmadı. Bu həftə həm Hindistan-Pakistan qarşıdurması, həm Ukraynadakı situasiya, həm Türkiyə, həm Suriya və s. Mən bir qədər uzaqdan başlayıb yaxına gəlmək istəyirəm. Suriyada Türkiyə və İsrail arasında qarşıdurma qəsdən və bilərəkdən səngidilməyə doğru getməsinə imkan verilmir. Bunu edən Amerika Birləşmiş Ştatlarıdır. Amerika Birləşmiş Ştatları Suriyada Türkiyənin güc sahibi olmasını heç cür həzm edə bilmir və bununla bağlı olaraq İsraili bir vasitə kimi ortaya atır. İsrail də fürsətdən faydalanmaq üçün Suriyanın cənub-qərbində yaşayan Druz icmasından, Süveyda və Dəra bölgələrində yaşayan Druz icmasından faydalanır və bundan həm Suriya hökumətinə, mötərizədə oxu Türkiyə təzyiq vasitəsilə istifadə edir. İş xəritə çatıb ki, İsrail hərbi hava qüvvələrinin qırıcı bombardmançı təyyarələri bu gecə Dəməşqin mərkəzindən cəmi 400 metrə aralıda Suriya lideri Məhəmməd Hüseyn bin Şəranın iqamətgahından 400 metrə aralıda təpəni bombalayırlar. O təpədə heç bir hərbi obyekt olmayıb. Məqsəd Əhməd Şəraya xəbərdarlıq etmək, Türkiyəyə gözdağı verməkdir. İsrail həmişə olduğu kimi bunu birinci dandı. Biz etməmişik, xəbərimiz yoxdur dedi. Lakin sonra əvvəlcə Benyamin Netanyahu, daha sonra İsrailin Müdafiə naziri Katz bəyanat verdi, bəli, biz etmişik, yaxşı etmişik, qəsdən etmişik. Bu o deməkdir ki, nə badə Suriyanın hakimiyyəti Dəra və Süveyda bölgələrinə təhlükəsizlik qüvvələrini göndərsinlər. Amma Suriya hakimiyyəti geri çəkilmədi. Dəraya və Süveydaya, Dəraya 150 pikap, Süveydaya isə 101 pikap göndərilir. Orada gərgin döyüşlər gedir. Həlak olanların sayı artıq 85 nəfərə çatıb. Qərb mediası bunu dinc sakinlər kimi qələmə verir. Onların heç biri dinc sakin deyil. Onlar hamısı silahlanmış, separatçı druzlardır. Burada bir paradoks var. Yaxın şərqə, xüsusilə Suriya bələd olan hər kəs yaxşı bilir ki, druzlar heç vaxt silahlı mübarizə aparmayırlar. Onlar ən indifferent, ən sakit icma olurlar. Amma bu dəfə silahlanırlar və meydan oxuyurlar, yolları bağlayırlar, hücum edirlər, müsəlmanları özlərini müsəlman sayırlar, druzlar, amma əslində onlar dərazidirlər. Dərazi, qərb etimologiyasında onlara druz deyirlər. Onlar druz deyirlər, dərazilər. Və bununla bağlı olaraq da Türkiyənin münasibətlər gərginləşir. Və mən ümid edirəm ki, İsrailin baş naziri Benyamin Netanyahunun Bakı səfərində Suriya mövzusu təbii bir nömrəli mövzudur. Bu məsələ nəzərdən keçiriləcək. Əgər İsrail düşünürsə ki, druzları silahlandırmaqla Şəraya və Ankaraya nəsə mesaj verib, istəyinə çatacaq, çox yandır. Eyni zamanda Tunisdən Qəzzaya yol alan və Qəzza sülh donanması adlanan gəmilərdən ibarət gəmi karvanı pilotsuz uçan təyyarələrlə atəşə tutulub, bir neçə nəfər həlak olub, Mavi Mərmərə insidenti bu gecə təkrarlanıb yenidən, hücum edən də təbii ki, İsrail tərəfi olub. Benyamin Netanyahunun Bakıya səfəri çox böyük önəm daşıyır. Həm Azərbaycan üçün, həm İsrail üçün. Biz nədənsə içimizdə sanki bir kiçiklik sindromu var. İsrail baxın bizə necə önəm verir. Netanyahu Bakıya gəlir. Baxın görün Türkiyə bizə necə önəm verir. Erdoğan Bakıya gəlir. Baxın Pezeşkiyan Bakıya gəlir. Ay aman qoymayın Şəhriyardan şeir dedi. Kövrəlirik, paylaşırıq. Və sanki həzz alırıq ki, başqaları baxın görün bizə necə önəm verir. Əzizlər, bir qədər qürurlu davranaq. Onlar bizi sevdiklərinə görə bunu etmirlər. Onlar öz maraqlarını təmin etmək üçündür. Türkiyə xaric, Türkiyə qardaş ölkə. Təbii, Türkiyə marağı bizim də marağımızdır, təbii. Gücümüzlə, zəifliyimizlə bizimlə bir yerdə. Yerdə qalan Pakistanı da xaric edirəm. Çünki Pakistan dünyanın yeganə ölkəsidir ki, Türkiyədən də fərqli olaraq hətta. Yeganə ölkəsidir ki, Ermənistanı hələ də dövlət kimi tanıyıb. Heç bir dövlət buna cəsarət etməyəndə Pakistan qardaş və bacılarımız bunu etdilər və mən Pakistan xalqına dəfələrlə buna görə minnətdarlıq etmişəm və indi də edirəm. Amma yerdə qalan hamısı, Netanyahu gəlir, Kay Kallas gəlir, nə bilim digəri gəlir, onlar ala qarşımıza aşıq olmuyorlar. Onlar bizdən faydalanmaq üçün gəlirlər, amma gələndə də anlayırlar ki, bizdən faydalanmaq çox çətindir. Çünki biz sadəlövh deyilik. Biz demokratiya nağıllarına inanmırıq. Eyni zamanda biz diktatura da deyilik. Bilirsiniz, mən demokratiya nağılı deyəndə, əzizlər,
məni dinləyən qardaş bacılarım qətiyyən düşünməsinlər ki, mən diktatura tərəfdarıyam. Diktatura mənim ən nifrət etdiyim bir üsul idarə formatıdır. Şimali bir yazar bunu necə düşünə bilər? Əlbəttə ki. Əlbəttə ki. Yazar yox, mən insanam. Mən insan olduğuma görə azad yaşamağı sevirəm. Mən məsələn, siz bilirsiniz, tanışlar, dostlar, əzizlər bilirlər ki, məsələn, mən könlüm istəyəndə Bakıda oluram, könlüm istəməyəndə başqa şəhərdə oluram. Yəni, bir qədər cəlai vətən insanım da, mən xoşlayıram gəzib dolaşmağa. Amma diktatur olanda mən səfərdə bir kəramət var. Hə, mən istəmədiyimi heç vaxt söyləmərəm. Yəni, qətiyyən söyləmərəm ki, dünyada heç bir qüvvə mənim demək istəmədiyimi dedirdə bilməz. Və buna görə də Azərbaycan da eynən, mən Azərbaycanımı bu cür görürəm. Azərbaycan istəmədiyini deməyən və dedirtilməsi mümkün olmayan bir ölkədir. Cənab Pezeshkiyanın Bakı səfəri də önəmlidir. Mən Netanyahu'nun səfərinin parantezini cızım keçim. Birinci məsələ Suriye məsələsi. İkinci məsələ Türkiyə İsrail məsələsi. Çünki İsrail bizim dostumuzdur. Türkiyə bizim qardaşımızdır. Biz istəmirik ki, İsrail ilə Türkiyə arasında münaqişə olsun və yaxud da qarşı durum olsun. Ona görə yox ki, biz humanistik, şəfqətlik, yox. Bu bizim maraqlarımıza ziddir. Sadəcə bu. Üçüncü məsələ İsrail-Azərbaycan arasında tərəfdaşlığın güclənməsidir. Bu güclənmə hər iki ölkənin marağında. Düşünməyin ki, biz fəxr eləməli ki, İsrail bizlə əməkdaşlığıdır. Yox, onlar fəxr eləsinlər və eləyirlər ki, Azərbaycan onlara necə önəm verir. Niyə də yox? Bəli, İsrail inkişaf etmiş ölkədir. Amma İsrailin bir çox ehtiyaclarını biz ödəyirik. Və burada bir mif var. Məsələn, deyirlər ki, mən sizin veriş vasitəsilə aydınlıq gətirmək istəyirəm. Bizim İsrailə satdığımız yanacaqdan Qəzzada müsəlmanları qırmaq üçün istifadə olunur. Belə deyil. Azərbaycanın İsrailə satdığı yanacaq sürtki materialları və benzinin 1 qramından belə Qəzzada müsəlman bacı qardaşlarımızın qətlə yetirilməsi üçün istifadə edilmir. Bunu mən tam məsuliyyətlə deyirəm. İkinci məsələ bundan ibarətdir ki, biz İsraillə dost olsaq, Fələstin dövlətinin yaradılmasını tələb edirik. Problemin bircə həlli var. Fələstin dövləti olmalıdır. Bəli, BMT-nin qərarına əməl edilməlidir. Azərbaycan da hər zaman rəsmi mövqedən ifadə eləyir. Bu İsrailin özünə lazımdır. İsrail hakimiyyəti düşünməsin ki, ətrafda hamı ilə düşmən olub yaxşı yaşamaq var. Yox, mümkündür. İranın vəziyyəti ortadadır. Bəli. Bütün qonşularla münasibəti pisləndirən adam deməli pis ev sahibi və pis qonşudur. Bu həqiqəti başa düşməlidir. Mən çox gözləyirəm ki, Benyamin Netanyahu hakimiyyətindəki bəzi geri zəkalı siyasətçilər ki var, anti-müsəlman, anti-İslam isterikasını yürüdürlər. Çünki bu məlum məsələ. İstənilən cəmiyyətdə, istənilən zamanda, istənilən dövlətdə şovinizm, millətçilik, irqçilik bəzi yaramaz siyasətçilərin istifadə etdiyi məfhumlardır. Amma İsrail-Azərbaycan dostluğunun əsrlərə dayanan bir tarixi kökü var. Bu da Yahudi-Azərbaycanlı dostluğudur, Türk dostluğudur. Və bütün dünyadakı Yahudilər gözəl bilirlər ki, çətin anlarda həmişə Türk ulusu onlara dəstək olub, yardım olub, ediblər. Bu indi olmuyor. Bu Osmanlı, nədənsə bunu aparıb Osmanlı Türkiyəsinə bağlayırlar. Osmanlı Türkiyəsinə xeyli əvvəl olub. Karaimlərin vaxtında olub. O Karaim deyirlərdi onlara. Ondan əvvəl Türk ulusları, Cığatay ulusları, Qıpçaq ulusları, Şərəfşan ulusları, Qaraçıdan ulusları, sonra Canqa ulusları, Nayman ulusları, Türk uluslarının hamısı. Onlar hamısı Yahudilərə böyük hörmət və izzət göstəriblər. Bunu yaymaq istəyən rebelər özləri dəfələrlə tarixlərində deyil, Məmunidlərin salnamələrində bu var. Və unutmayaq ki, müsəlman hökmdarların, xüsusilə Türk sultanlarının saraylarında həkimlər, uləmalar, alimlərin əksəriyyəti Yahudi olublar. Məsələ bundan ibarətdir. Bilirsiniz, etimologiya və mifologiya o qədər güclü bir şoğaribdir ki, məsələn, Türkiyədə bəziləri mən erməniyəm deyənlər deyirlər ki, Türk əlifbasını erməni hazırlayıb, çağdaş Türk əlifbasını. Bəli, ona görə Türk dili. Bəli, ona görə o corbagör akop hazırladığına görə Türk dili bax indi bərbad gündədir. İndiki əlifba bax indiki bərbad gündədir. Bir çox sözlər artıq öz sözünü itirib, təmiz Türk dili ancaq Anadoluda qalıb. İstanbulda türkçə danışırlar. Çox mersi.
ah nasıl naziksiniz, belə sözlərdir. Hə, indi gələk Netanyahu'nun görüşünün 3-cü hissəsi ondan ibarətdir ki, Netanyahu Azərbaycana həm də Hindistan-Pakistan və Hindistan-Çin münasibətləri prizmasından Azərbaycanın mövqeyini müəyyənləşdirmək üçün gəlir. Siz deyil ki, Pakistanla Üst-üstə düşürmü maraqlarımız? Elçin bəy, ayrılan, toqquşan məqamlar nədir? Qətiyyən, bu məsələdə maraqlarımız toqquşur. Bu məsələdə bizim maraqlarımız tamamilə başqa-başqa müstəvidə. Azərbaycan və Pakistan iki əkiz qardaş kimiyik biz. Bizi heç kim və heç vaxt ayıra bilməz, ayıra da bilməyib. Ayırmağa çalışıblar. Məsələ burasındadır ki, Pakistan-Hindistan qarşıdurmasını biz birmənalı olaraq Pakistanı dəstəkləyirik. Ona görə yox ki, qardaşım, ona görə ki, Pakistan haqlıdır. İndi o məsələyə də gələcəm mən. Bəli. İcazə versəniz. Təbii, buyurun. Amma İsrail Hindistanın tərəfindədir və Hindistan silahlı qüvvələrinin ən modern silahlar və təchizatında İsrail aktiv iştirak edir. Məsələn, LORA balistik raketlərini İsrail ancaq 3 ölkəyə satıb. Taylanddır, Hindistandır və bizik. Və İsrail bu müstəvidə Çinə qarşı çıxmışdır. İsrail istəmir ki, orta dəhliz layihəsi həyata keçsin və Çin Avropa bazarlarına birbaşa çıxsın. İsrail çox istəyir ki, Hindistandan, Mumbaydan gələn okean marşrutu deyirlər, İsraildən keçsin və burada Qətərin qazı, Birləşmiş Ərəb Əmirliklərinin qazı, Omanın qazı, digəri İsrail vasitəsilə, o cümlədən İsrailin də Leviathan qaz yatağı, hansı ki onun operatoru SOKAR şirkətidir, o Avropaya çıxsın. Ona görə bizim maraqlarımız tamamilə ziddir bu məsələdə. Biz Pakistanı dəstəkləyirik, Türkiyə, Çin və biz. Burada çox maraqlı bir konfigurasiya yaranır. Bu Çin, Azərbaycan, Türkiyə və Pakistan kvartetidir. Qarşı tərəfdə isə Hindistan, ABŞ, İsrail triosu var və bunun da bir tərəfində Fransa var. Fransa bizə zidd olan hər işdədir. Hindistan məhz bu səbəbdən. Biz İsraildə fərqli olaraq Pakistanı dəstəklədiyimizə, Çini dəstəklədiyimizə görə Hindistan da bizim acığımıza Ermənistanı dəstəkləyir. Silahlandırır, bəli. Ermənistanı silahlandırsın və gücləndirsin. Çünki Çinin Chengdu İran qırıcıları var. O qırıcılar Pakistanda istehsal olan CF-17 adına bir mühərrikli qırıcılar. Çox samballı və nədənsə bizim mediada onu 4 plus 5-ci nəsil kimi qələmə verir. 5-ci nəsil deyil, 4 plus, 4 üstə gəl klassifikasiyasına uyğun olan qırıcılardır. Amma çox keyfiyyətli qırıcılardır. Mən xəbərdaram o qırıcılardan. Və Pakistanın Azərbaycana 2028-ci ilə kimi 12 ədəd bu qırıcını verməsi gözlənilir. Artıq sınaqlar aparılır və o cümlədən də bu qırıcıların komponentlərinin əksəriyyəti Azərbaycanda istehsal ediləcək. İsrailin köməyi ilə tikiləcək zavodlarda. Və sonra da qırıcılar bütünlüklə Azərbaycanda istehsal ediləcək. Burada paradoks yaranır. Bütün müstəvilərdə, bütün məsələlərdə bir-birlərinə zidd olan İsrail və Pakistan Azərbaycanda əməkdaşlıq edəcəklər. Bütün müstəvilərdə bir-birinə zidd olan Türkiyə və İsrail Azərbaycanda istehsal ediləcək yeni nəsil pilotsuz uçan aparatların və radioelektron kəşfiyyat vasitələrinin istehsalında tərəfdaş olacaqlar. Bundan gözəl nə ola bilər?